Space xəbərə baxırsınız. Paytaxtda dəhşətli faciə baş verib. Binəqədi rayonunda fəaliyyət göstərən Leyk oteldə işləyən 4 ofisantı yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb. Hadisənin təfərrüatlarını əməkdaşımız Rəşad Vəkiloğlu danışacaq. İzləyək. Pilləkən tikintidən gəlirdi, digər tikintiyə aparırdı rəhmətə gedən işçilər. 4 nəfər otel işçisinin ölümünə səbəb olan bədbəxt hadisə bugün səhər saat 11-də baş verib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi iddia edilir. Bədbəxt hadisənin baş verməsinə səbəb bu pilləkənin başının üzərindəki elektrik xəttinə toxunması olub. Hansı ki, ofisiantlar arxadakı tikintinin ərazisindən bu pilləkəni digər bir əraziyə daşımaq istəyiblər və nəticədə həmən pilləkən elektrik xəttinə toxunub və onları cəryan vuraraq elə buradaca öldürüb. Otelin mühafizəçisi Əli Həsənovun sözlərinə görə ofisiantlar dəmir konstruksiyanı otelin şüşələrinin silinməsi üçün tikinti aparılan ərazidən gətirməliymiş. Həyətdə idim burada, bir də tokun səsinə baxdım, səs gəlirdi, cəryanın səsi, yüksək cəryanı. Baxdım ki, həmin hadisə, bədbəxt hadisə baş verib. Qəribə tok səs gəlir. Bildim ki, cəryandır, götürdük. Arxada tikintidə, üzümçülük sahəsidir yəqin ki. Nərdivan kimi istifadə olunan konstruksiyanın otelin yaxınlığından keçən 35 kilovoltluq xəttə dəyməsini ilk olaraq o görüb və dərhal rəhbərliyi hadisə barədə məlumatlandırıb. İçəridən kömək istədik, fövqəladə zəng vurduq, işıq idarəsinə zəng vurduq dərhal. Lakin təcili yardım hadisə yerindən çatana kimi gec olub. 28 yaşlı Cavidan Muradlı, 20 yaşlı Emin Quliyev, 19 yaşlı Eltaz Əliyev və 18 yaşlı Əkbər Zeynalovun ölüm faktı təsdiqlənib. Meyidlər müayinə olunması üçün morqa aparılıb. Azərişıq Açıq Səhmdar Cəmiyyətindən Space xəbərə verilən məlumata görə bədbəxt hadisəyə səbəb olan yüksək gərginli xətt Azərişıq Açıq Səhmdar Cəmiyyətinin balansında deyil. Özəl şirkətə məxsusdur və 2007-ci ildən istismar edilir. Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Elektrik cərəyanı vurması nəticəsində ölmələr faktına görə Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü, yəni əmək mühafizəsi qaydalarının pozulması, ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. 4 nəfərin ölümünə səbəb olan hadisənin dəqiq təfərrüatları aparılan istintaq araşdırmalarının sonunda bəlli olacaq. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.